Lənkəranlı idmançı Vadim Əkbərov dünya çempionu oldu. Lənkəran rayonunun Gərmətük kəndində anadan olan idmançı Vadim Əkbərov qol gücü arm wrestling üzrə keçirilən dünya çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvəyə qaldırıb. Bugün axşam saatlarında doğulduğu Gərmətük kəndinə qayıdan dünya çempionunu kənd sakinləri böyük sevinc və coşqu ilə qarşılayıblar. Kəndin girişində toplaşan həmkəndilər qələbə münasibəti ilə Vadim Əkbərovu təbrik edib, onunla xatirə şəkilləri çəkdiriblər. Qeyd edək ki, Vadim Əkbərov bu möhtəşəm nailiyyəti ilə həm doğma Lənkəranın, həm də Azərbaycanın adını bir daha beynəlxalq arenada ucaldıb. Qeyd edək ki, dünya çempionatı Bakıda keçirilib.